Müəllim? Yəni mən... Sizin qrupda dərs deyil? Biz bu söhbəti yaddan çıxartsaq daha yaxşı olar. Sən məndən çəkinirsən, İnci? Yox. Siz mənə müəllim... Yox, eyni zamanda yaxşı rəfiq oldunuz. İnci, çox xahiş edirəm, məndən çəkinmə. Tək görüm, kimdə o bəxtəvər insan? Sənin kimi gözəlin ürəyini uğurlaya bildi. İnci, dərsiniz yoxdur? Dərsimiz, ayda dərsimiz. Fikret müəllim dərsidir, hə? Çox üzr istəyirəm. Başlayayım mən gedim. Yasəmən müəllimə, siz bura dərs deməyə gəlmişsiniz, yoxsa dedikodu eləməyə? Qızqayıt müəllimə, bax, mən fikir verdim, bu institutda danışmağa ən çox sizin ehtiyacınız var. Ürkək Ceyranım o həyası Ceyranı ilə təs-təs baxır. Yəqin ondan mənə qarşı sevgi hiss edib. Hə, elə bil ki, o məni sevir. Mütləq aralarına girməliyəm. Girməsəm qan düşəcək. Yaxşı, vaxtım olanda sizlə də danışarım. Özdə mənim danışığım dedikodu yox, sizə motivasiya verəcək bir söhbət olacaq. Yasəmən müəllimə, açın qulağınızı eşidin. Bu iş olan deyil. Yaxşı. Sən narahat olma. Mən heç vaxt onun üzünə baxmaram. Mən elə insanam ki... Xəstəsən, sən Rüstəm, xəstə. Xəstəyəm da mən. Xəstəyəm. Nə danışırsan? Gülşən evli olur. Mən bunu sizə ona görə dedim ki, siz ona dəstək olun. Mən onun yanında nə qədər də olsam, sizin qədər ola bilmərəm. Balaca canımla bizdən nə qədər şeylər gizlədirmiş bu. Yəqin ki, deməyə çəkinib. Bəs oğlumun başını allatmağa çəkinməyib? Bilirəm, bunu hər adam qəbul eləməz. Amma Mahirlə Gülşən bir-birlərini çox sevir. Mən inanıram ki, Mahir nə vaxtsa Gülşəni bağışlayacaq. Sadəcə olaraq siz onun yanında olun ki, səhv bir şey eləməsin. Yaxşı ki, gəlib dedin. Çox sağ ol, bala. Sizdən xahişim odur ki, Mahirə artıq əsil söz deməyin. Siz onu məndən də yaxşı tanıyırsınız. Sadəcə olaraq ana kimi yanında olun, ona dəstək olun, bəsdir. Mən bilirəm, bunlar sənə deməməliydim, amma sən mənim qardaşımsan, ailəmsən. Atamsan. Sən əvvəl-axır bilməliydin. Valla mən dəfələrlə istədim ona olan istəyimi boğum. Amma alındıra bilmədim. Mənim Tural olan istərim hər şey qalib gəldi. Bacarmadım özümdən.
Neynədimsə bacara bilmədim. Gəbirə. Mən bir də səni o adamın yanında görməyim. Ürəyin nə fikirləşir, nə fikirləşmir mənə maraqlı deyil. Bu beynivə çatdır ki, ürəyimi sustursun. İndi isə dur, rədd ol gözümün qabağından! Ne gülürsünüz ha? Düz ilə müəllimin əsəbinə nə oynuyorsunuz? Ağzaka kişidir. Sen sus ha! Arvada kız. Eşitmədim mən biraz yaxın gəl. Sakin! Müəllim, bu niyə belə tərbiyəsizlik eləyir? Bu da niyə? Yaxşı. Gelin biriniz ders danışın yoksa özüm çağıracağım. Kim de orada mahnı koyar? Mən ne oldu elə bir tıncıqdı zey nasıl olur mənim? Canına dert olur. Avaranın biri avara. Ya, ömür boyu bu dərsdə can deyib can işitmədim də mən də. Ay müəllim, olar gəlim dərs danışım. Ay kız ders vaktidir sende. Ağrı vakti çağıranda gelip ders danışmırsan. Düz elə dərs vaxtıdır, o boyda dağ boyda kişi yapışıb qalıb orada. Özüm sor. Müəllim, papadan mesaj gəldi. Deyir ki, Fikrət niyə iclasa gecikir? Nəsə əsəbləşib? Saat neçədir ki? 20 dəqiqə gecikmisiniz. Müəllim, siz bizə görə narahat olmayın, iclasa gedin. Ha müəllim, bu lazımsa laf sizi sultan kimi aparaq. Hürrəmimiz də var kakras. Fikir mənim iclasa gəlmirsiniz, gecikirik. Zakir mənim bayaqdan əsəbləşib. Siz gedin ben de gelirim. Yo, mən gedə bilmərəm. Zakir mənim dedi ki, Fikrət mənimsiz gəlmir. Sakin. Söz başa düşmürsünüz. Dedim gedin gelirim. Hə, bunu qınamıram ya. Bədbaxın qızı hara getsin, qalıb evdə. Özümü atlara gəlsin. Yeməyə, Ne mal bakırsınız ha? olmaz da baba, balaşın xətrinə dərs, balaşın xətrinə. Mal deyim, deyim qoyun kim baxır, balaşın qoyun. Qaynadacaq bir gün, yanacaq. Səbinə, Gözəl. Bu küleyi kim döküb bura? Müəllim starosta bilər. Müəllim, mən indi hər şey öyrənib sizə deyərəm. Şimdi ben size gösterərəm indi. Gelin bana kömək eləyin. Tez! Bu boyda kişini, çəkil görmə, çəkil görüm. Əlini çək görüm. Sen cəhennəm ala buradan. Seni köməyin başına dəysin. Senin başına ne oynatsınlar ben? Yaxşı. Davada götürün de götürün. Sen Elə yox. Üç tane götür qal. Üç tane götür. Başka 3 tane daş ile salacağım ki. Yaxşı. Bir de. Kaldır. Start. Ya, koy. Elə yox. Bravo. Ama yok. Ama zibini attan bu. Sen sus ya. Böyre tartak, böyre. Ne istiyorsan böğre tart. Sen yana tart. Böyre. Ay gelin baş aşağı eləyək, bax. Baş aşağı. Ədlə dur. Biraz sat yox. Təbrik eləyirəm səni. Oğlan igid, qız qəşəng. Hamı desin ürəkdən. Ay qız toyun mübarək, oğlan toyun mübarək. Alqışlar gəlsin, alqışlar. Al bu gülü, al.
Al, at tutum, at tutum, at bəxtim açılsın, at. At da, niye atmırsan, at da. Mahir. Eşdirəm, gəlin, eşdirəm, buyur. Qurban olum o sözü demə mənə nə olar? Bəs nə deyim? Nə deyim bəs, ha? Başqa söz desəm sən ərvin xətrinə dəyəcək. Nə deyim bəs, ha? Nə deyim? Ha? Nə deyim? Ha? Mən səni sevirdim, Mən səni qarı kimi sevirdim mən. Niyə belə elədin, ha? Niyə belə elədin? Ha? Mahir! Niyə mənə yalan dedin? Niyə mənə yalan dedin sən, ha? Sənə deyəndə o keçmiş, o zibil keçmişimi mənə deyən, niyə mənə yalan dedin, ha? Niyə yalan dedin? Ha? Cavab ver, ha? Cavab ver. Mahir! Mən sənə toxunanda çəkinirdim, Amma sən demə, sənə çoxdan toxunublar sənə. Sənə çoxdan toxunublar. Mən təkcə səni sevmişəm, Mahir. Vallahi təkcə səni sevmişəm. Kəs səsini. Sən bir də sevgi sözünü ağzıma gətirmə, eşitdin mənə? Bir də o sözü ağzıma gətirmə. Bağışla, yalvarıram, bağışla, qurban olum. Rədd ol həyatımdan. Cəhənnəm ol həyatımdan. Çıx get Gülşən, çıx get. Mən səni kişi kimi sevdim, eşitdin məni? Mən səni kişi kimi sevdim, amma sən nə elədin, ha? Sən nə elədin, ha? Gör nə elədin? Mən bütün kişiliyimi yerə vurdun sən. Sən mənim bütün kişiliyimi yerə vurdun. Dayanama Gülşən! Hayır. Mən sənə evliliyi bax, belə təklif edəcəm. Amma sən bir dəfə evli olmuşsan. Sənə bir dəfə evliliyi bəsdir Gülşən. Bir dəfə evliliyi bəsdir. Hayır. Hayır, ne olur bağışla beni, hayır. Hayır, yalvarırım, bağışla beni, hayır. Sənə dedim ki, birbaşa evə get. Ağzımda sənə deyirəm ki, birbaşa evə get, bu məsələni də böyütmə. Get otur evdə vəssalam. Üzr istəyirəm. Murad müəllim, yaxşısınız? O Fikrət müəllim harda qaldı? Olar Zakir müəllim. Fikrət. Bu nə vəziyyətdir? Başıma oyun gəlib, Zakir müəllim. Soruşmayın. Sən bilirsən ki, bu iclasa elə belə yerdən gəlməyəcəklər. Sən adamın biabır bilirsən. Vaxtı az qalıb. 5 dəqiqə harda olsa gəlib çatarlar. Geç elə yerdə otur, gözü görünmə. Ayağa da durma. Oldu Zakir müəllim. Çox sağ olun müəllim. Deyirəm, sən öləcəm gülməkdən, özüm ölüm. Gülməkdən köpəyim ağzıma gələcək. Ola, belə müəllim izdasa gedər, ola. Aləm qarşı, sportivni krasovka nə bilim, aləm qarşı benimlə sən öl. Deyirəm, yaxşı ki, idman dərsimiz vardı, sportivni verdim, geyindi. Yoxsa təmiz bir abırsızlıq olacaq. Qışqıra, alacaqsan. Nesi? Növbəti müəllim kimdir? O növbədə işlərək Fikon qəşək elədiyi otusturdu bu öz yerində. Qız qayıt mənim kürəyinə yazır ki, evdə qalmışam, məni al, yalvarıram, məni alın. Sonra o ağıllı danışan adı nədir o? Hə, təzahürdür, məzahürdür. Yasəmən, onu da dərsində qəşəm bir rəqs qoyuruq. Bomba bir dərs şıdırıq oynayırıq səni. Patladırıq da. Eləməyəndə kişi oğuldur, kişi qızdır. Danışdım ha. Bahanə zət gətirmin ha, nənəm rəhmədə, qarnım ağrıyır. Elə şeylər olmaz. Dedi, yenilik, vəssalam.
Ay o ki, gülməndə fişətmərim o, öləcəm gülmədim özümü. Təsəvvür etsən, Spartimdə, Kalstukda, hadi elə! Banu, mənə bir dənə şad xəbər dinən. Denən gedib Muradla danışmısan. Olmadı ki. Və deyirdin ki, danışacağım, nə oldu? Tural, mən oğlan deyiləm, hər ürəyim istəyəndə gedim oturum qardaşımla üz-üzə bütün ürəyimdən keçənləri deyim. Bəni yekə-yekə danışırdın. Deyirəm ki, özüm deyim də hər şeyi. Tural, yox. Yox, özüm deyəcəm. Bir də universitetdə çalış, məndən biraz uzaq gəzəsən. Yanımda oturma. Ən azından Murad bilənə kimi yaşa. Nə? Uzaq gəzəkdə deyirəm. Buralarda. Səncə mən dəli Tural, Murada görə səndən uzaq duracam. 100 Murad gələ, mən səndən uzaq duran deyiləm. 100 dənə Murad. Bunu yadda saxla. Birdən Murad heç razılaşmasa neynəyəcək? Ayrılacaq. Nə? Bir də eşitmədim. Dedim də. Onu yadda saxla. Ayrılıq əsl sevməyənlərin işidir. Əsl sevənlərdə ayrılıq olmur. Mən ölsəm, məndən ayrılarsan, yaxşı. Bir də qardaşın razı olmasa özümüz bilirik də neynəyəcək. Darım. Mahir dayan, Mahir! Mahir dayandı, Mahir. Gülşən, heç bir sözümə inanmıram sənə. O gözündən axan yaş var ha, o da yalancıdır. Doğru sevgilidir be. Axı sən imkan vermədin mən sözümü deyim. Nəyə imkan vermədim, hə? Nəyə imkan vermədim? Məcbur elədin mənə yalan deməyə, hə? Yaxşı, Mahir, nə olur, qışqın. Nə olub? Sən də bilirdin, hə? Sən də bilirdin, hə, bu boşanıb, hə? Niyə mənə demədin, hə? Hayır, səsini atma başına. Niyə mənə demədin? Bəs sana. Əlbi çək. Əlbi çaxırın sözümü deyirəm. Əlbi çaxırın sözü deyirəm. Aydan çəkil. Aydan çəkil. Aydan çəkil! Əvvəl sənin gözündən yaş axanda, mən o yaşın içində boğulurdum. Amma indi o yaşın içində səni boğmaq istəyirəm. Bitti Gülşən. Bitti! Mahir! Mahir! Ayrıldı benden. Aydan ayrıldı benden. Sənə deyirdim də bu Sibili vaxtında denən. Yığacağım, məncə alınacaq, məncə bacaracağım. Yordanıb bir nəfərin ömründən etmişəm, amma yenə məni Dəyərli dinləyicilər, Tural Səfərli və Pərviz Xəyalovun təqdimatında keçmiş davam edici zaman davam eləyir və mövzunu açıq elan etməyin vaxtı gəlib çatdı. Siz sevdiyiniz şəxsə nəyi bağışlamazdınız? Sonda fikrimi mən deyəcəm. Tural. Hərdən unudursan ki, studiyada tək deyilsən, həm də mən. Pərviz, sən həyatda da tək olduğun üçün mən ona görə səni yadıma salmadım. Çünki inanıram ki, bu mövzu sənin üçün maraqsızdır və deməyə cavabın yoxdur. Mesajları oxuyaq. Cavid adında dinləyicimiz yazır ki, mən heç vaxt xəyanəti bağışlamaram. Düz edirsən Cavid, məncə də bağışlama. Türkan adlı dinləyicimiz isə yazır ki, mən sevdiyim şəxsə yalanı bağışlamazdım. Amma mən Türkana buradan bir söz demək istəyirəm. Türkan, bəlkə o sizi sevdiyi üçün yalan danışır. Fikirləşməyə dəyər. Mən səni necə sevməyim, Tural? Əziz dostum, dəyərli qrup yoldaşım, qardaşım Tural. Bəs sən sevdiyin insana nəyi bağışlamazsın? İmkan vermir, uşaq sakit yansın. Dəyərli qrup yoldaşım, ağıllı həmkarım və əziz qardaşım Pərviz. Mən sevdiyim insana sevgimi bağışlamışam. Bundan artıq neyniyim? Əgər mənim sevdiyim şəxs
mənim sevgimi sındırsa və yaxud da özümə qaytarsa, bax onda mənim onu bağışlamağa heç nəyim olmaz. Hə, Tural. Sən deyəsən Titanikdəki Jack kimi çox romantiksən. Amma unutma ki, sənin üzdüyün o okeanda bəzi iceberglər var ki, səni parça-parça edir. Pərviz, ağıllı insan. Bilirsən ki, indi dünyada qlobal istiləşmə gedir. İstilər artır, buzlar əriyir, əriyib suya dönərsən, axıb çaya gedərsən. Sən unutma ki, o iceberg bir gün əriyib suya dönəcək və mən öz Titanikimlə üzə-üzə onu yarıb keçəcəm. Keçmiş davam edici zaman dinləyirsiniz. Musiqi fasiləsinə ayrılırıq, eşidilərik. Söndür onu. Sənə axırıncı xəbərdarlıq edirəm. Bu evdə bu 2 nəfər zibilin nə səsini, nə də adını eşidəcəm. Çatdı sənə. Sən nənəm, deyirəm çatdı sənə. Belə olmayacaq. Mən ancaq sən kömək edə biləcəksən. Axşamınız xeyir. Oy, xanım, sən burada nə işin var? Ay bala, səsin çıxmır da, bayaqdan qulaq asıram, səsin çıxmır. Dedim bir yemək yaparım, uşağım yeyib özünə gəlsin. Pərvizgə sən də ye. Çox sağ ol. Siz yanlış olsun. Əyləşin. Çox sağ ol. Biraz tikə çörək yeyəcək. Otur bəsdir. Tural, bax sənə dedim ki, imkan ver Muratla özüm danışım. Amma yenə bu söhbət. Deyəsən Banu danışıb Muratla. Bayaq telefonda qızı ilə acıqlanırdı ki, deyirdi birbaş evə gedərsən. Nə danışsan ya? Bilmirdi. Ay, yox ya, oradan bilmirəm. Banu mən heç nə deməyib ki. Bəlkə də mən pis onunla üçün eləyib elə. Bilirsən, Eynət. Yəni, bir dəqiqəm amma. Mən Muradın hər şeydən xəbəri var. Yəqin ki. Qulaq as nə deyirəm. Sən Banudan söz al, gör nə deyir. Qalanı ilə işin olmasın. Bu işi uzatmaq olmaz, yaxşı? Tural, yaxşı ana qurban. Tural, gəl yeməyimizi yeyək, əla olacaq. 15 dəqiqə qoydun axadamda, xanım. Gəl, ana sənə qurban olar. Söhbəti yeməkdən sonra deməliydim. Xanımın bir dənəsi. Sən çıxmışsın, ana. O, Mahir'in sevgilisidir. Boşanmış qız Gülşən. İndi boşanmış qız Mahir'in sevgilisidir. Ha, bəs Gülşən kimdir? Ha, Gülşən bizim qrup yoldaşımızdır, o balaca ya. Deyən. Ha, Gülşən quşanı bax. Ha, onunla belə çıxır ki, Mahir Gülşən sevgilisidir. Bax. Ha, Ama mütəşin basın da. Onun baterikasını çıxarmaq lazımdır. Belə mümkündür. Mahir qardaşım, indi sənə desəkdə xeyri yoxdur. Hər şey isti-istidir də. Biraz sakitləşməlisən. Deyirəm, külü baş var qız qayıt. Külü baş var. Qıçın boyda qız evləndi də, boşandı da. Subay bir dənə oğlan tapdı da. Təzən ona boşandı da. Buradayız. Məncə sən payımı almalıydın. Nə olub uşaqlar? Yəqin qız qorxub da demir. Nə qorx bala?
O qorxsaydı bu həddə gəlib çıxmayacaqdı bu söhbət. Salam, salam. Salam uşaqlar. Salam. Ana, müəlliməni niyə çağırmısınız? Mahir, əyləş, dərsdə deyilik biz. Buyur mənim. Mahir. Qulaq asırsansa, mən danışmaq istəyirəm. Danış Aydan, danış. Mən hər şeyin əslini danışacağım sizə. Mahir, Gülşənin atası ilə anası onu zorla ərə veriblər. Qarşısına şərt qoymuşdular. Ya təhsilini dayandırmalıydı, ya da ərə gedib davam eləməliydi. Hər şey də ondan sonra başladı. Onu hər gün orada döyürdülər, söyürdülər. O dərsə eynə ilə gələndə siz məzələnirdiniz. Amma bilmirdiniz ki, onu döyüblər. Üzündəki izləri gizlədirdi. Neçə dəfə evdən qaçdı. Bizə gəldi. Hətta polisə də getmək istədi. Axırda bətnindəki uşaqlarına kimi zəhərləyib öldürdülər. Zəhərlədilər, öldürdülər. Gəldi, qayıtdı atasının evinə. Amma sonra sən gəldin onun həyatına. Bilirsən sən nə qədər sevir. Gördüyü ilk gündən Mahir. Amma qorxurdu. Bunların hamısını necə deyəcəyindən qorxurdu. Atası ilə anası öləndən sonra onu həyata bağlayan tək ümid sənsən. Bəs o bilmirdi ki, mən onu necə sevirəm? Bilirdi. Niyə bilmirdi? Danışmaq istəyirdi sənə. Amma sən elə söz dedin ki, onun bütün ümidləri qırıldı. Nə söz dedim ki? Sənin subay dostundan boşanmış qızın evliliyi ilə məzələnirdin, gülürdün. Bax onu da deyə bilmədim. Mut, düz demişsən də. Mut. Nüsrət, sən də reklam kimi ortaya girmə də. Atlatdın ha, dağıtdın. Sonra o səndən ayrılmaq istədi. Ayrıldı, amma bu dəfə də sən əl çəkmədin. İndi bax, hamısı belə olub. Düzünü də bilirsən. İnsan ən birinci yalanı özü-özünə danışır. Ətrafdakıları da buna inandırır. Yalan danışmaq hər mənada səhvdir. Amma hərdən insan yalan danışır ki, öz sevgilisini itirməsin. Mən buna yalan yox, qorxmaq deyərdim. Ay, mənim təzahürünə qurban olum. Elə bir yolka vəzirsi, elə yalan. Mahir, sən mənim bir sualıma cavab ver də. Bax, sən əvvəldən bilsəydin ki, Gülşən boşanıb, onu qəbul eləyərdin. Bax, əsas budur. Cavab ver, Mahir. Sənin sevgin buna çatardı. Bilmirəm. Sən əvvəl bax, bu sualıma cavab ver. Ondan sonra sən Gülşəni başa düşəcəksən. Ya qaça-qaça onun yanına gedəcəksən, ya da ömür boyu ondan qaça-qaça yaşayacaqsan. Sənə bir söz demək istəyirəm. Eşidirəm.
Əslində Banu haqqında danışmaq istəyirəm. Olar başqa bir şey haqqında danışaq. Murad, Banu da mənim kimi qızdır da. Onun da ürəyi var. O da mənim kimi. İnci. Mən səni mərzə qoyub. Uduzsam, sonra da səni sevsəm. Sevərsən məni. Və yaxud da sənin bir qardaşın olsaydı, yenə də mən səni mərzə qoyub uduzsaydım, qardaşım bunu bilsəydi, razı olardı. Muradla bəzi qardaşlar kimi danışdılar. Mən sevim, o sevməsin. Gerçekten mənim qardaşım da sənin kimi fikirləşərdi. Yaxşı da elə sənin qardaşın yoxdur. Gəl başqa şeydən danışaq. Gel görüm. Olan. Salam Fikrət müəllim. Salam. Ne oldu be? Hamınız birden ne yığışmışsınız bura? Ha? Müəllim, sizin stula kleyi kimin tökdüyünü bilirik. Necə? Bizi də bu oyuna o məcbur elədi. Evet benim şimdi. O növbədə işlərə Fikonqaşa küləyilədiyi otusturdu bu öz yerində. Qız qayıt mənim kürəyinə yazır ki, evdə qalmışam, məni al, yalvaram, məni alın. Sonra o ağıllı danışan ad nədir o? Hə, təzahürdi, məzahürdi. Yasəmən, onu da dərsində qəşəng bir rəqs qoyuruq. Bomba bir dər şıdırıq oynayırıq, patladırıq da. Eləməyəndə kişi oğuldur, kişi qızdır. Danışma. Baxanəsə gətirin, nənə rəhməni, qardım ağrıza. Elə şeylər olmasın. Tural, nə edirsən sən? Mən sənə deməmişəm universitetə yaxın gəlmə mənə. Hələ dünən telefonla danışmışam səndən. Ay qız, narahat olma, hər şey yaxşı olacaq. Yenə nə fikirləşmirsən, mənə demirsən Tural. Özün tapdı. Bu İnci də az qalır Yasəmən xanımın ağzına girsin. Çünki mənim yuxarıda işim var. Görüşərik də yaxşı edəriz. Salam Banu, necəsən? Salam İnci, yaxşıyam. Sən necəsən? Mən də yaxşıyam. Baldız, niyə salam vermədin Yasəmən müəlliməyə? Baldız nə deyinci deyirsən? Birdən Yasəmən xanım eşitsəydi. O yaxşı insandı axı. Özdə mən sevgilimin müəllim olduğunu ağzımdan qaçırtmışam. Necə yəni sevgilim mən? Xəstəsən sən İnci. Sən bu Yasəmən xanıma necə deyə bilərsən? Muradın da başına iş açacaqsan, başa düşürsən? Yox, Fikrət müəllim necə qışqırsa, qulağım bat deyə. Hayda, görürsən, söhbət böyüsə neyniyəcək? Az, gözündəki lurpan çıxarsan, söhbət kisirəcək. Makaron. Yen baxın. Oo, Mahir. Benim kardeşime de bu yaraşır da. Güllü Mahir. Mahir, bir iki şey işdi. Ama hiç senden gözlemezdim ha, hiç. Yani
Deyirəm, bizim kimi belə qəşəng gözəl göyçək qızlar qalıb qıraqda, bir dənə sevgili tapanmırıq, bu boşanmışlar var. Çıxınca onda bizə nələr var? Bir də o sözü dilimə gətirmə. Sən də. Yaxşı mı? Keç bu tərəfə. Mahir, o gül Gülşən üçündür, hə? Hə, Ayda. Bütün gecəni Yasəmən müəllimənin dediklərini fikirləşdim. Başa düşdüm ki, mənə Gülşənin boşanmağı yox, ürəyi lazımdır. Hə, bax elə əsl sevgi belə olur. Sevgi belə olur. Evet, sevgisiz adı var. Deyək, görməmişim bir sevgilisi oldu. Mən də bilmədim nə. Tərpənmə, şəkil yarımçı qaldı. Bir dənə xalın qalıb, onu da şirin. Yox, hayır, xal gözəl deyildi. Bizə gedəyim də. Yanım şirin. Səndən necə də oxşuyur. Makaron oxşuyur, kopyada. Qədrim bilən yoxdur da, qədrim bilən yoxdur. Mən elə bir fırt edib burnundan düşüm. Səni niyə bura çağırdığımı bilirsən? Yox. Elə bilmə ki, fil qulağında yatıram. Sən nə türkü qızsanmış. Yetim qız idin, yazğım gəldi. Evimin qapısını üzünü açdım. Pis elədim Gülşən. Mahirə xanım, bu sözləri mən artıq eşitmişəm. Onda səninlə açıq danışacağım. Evlənib boşandığını bilirəm. İstəyir dünya üstümə gəlsin. İstəyir Mahir Gülşən deyib dursun. Səni heç vaxt oğluma alan deyiləm. Özü də oğlumun həyatından da. Bu şəhərdən də çıx get. Deyəsən dərsə gedirdiniz. Murat müəllim, sizin yanınızda baş aşağıyam deyə, vallahi heç bilmirəm söhbətə nədən başlayayım. Hər halda keçmişi unutsaq daha yaxşı olar məndə. Elədir, mən də elə onu istəyirəm. Bilirsiniz, elə bir şey olub ki, biz keçmişi unuda bilərik. Biraz açıq danışsaz, mən də sizi başa düşərəm. Bilirsiniz, həyatda pis şeyləri unutturacaq yaxşı bir şey var ki, o da sevgidir. Hərənin bir qisməti var. Yəqin bizim uşaqların da qisməti beləymiş. Banu ilə Tural bir-birini sevir. Nə Banu Turaldan əl çəkir, nə də Tural Banudan. Mən də dedim bu məsələni sizinlə danışım, bu məsələni ciddiləşdirək.